Dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif riyaziyyat iş dəftərindən səhifə 12 və 13-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. Qarışıq ədədlər 1. Təsvirlərə uyğun qarışıq ədədləri rəqəmlərlə və sözlərlə yaz. 1,7-də 2 sözlərlə 1,7-də 2. İkincidə 1,8-də 3, üçüncüdə 3,3-də 1, dördüncüdə 5,4-də 3. Onsuz da mən necə deyirəm, həm yazılış elədir, həm də sözdə. Yazılışda da gördüyünüz kimi belə yazırsınız. 2. Ədəd oxundakı nöqtələrə uyğun qarışıq ədədi rəqəmlərlə və sözlərlə yaz. A-da 1,5-də 3, B-də 3,2-də 1, C-də 2,3-də 1. 3-də 2. 3. Tam və kəsr hissələrin cəminə uyğun qarışıq ədədləri yaz. 1 üstəgəl 3-də 1 bərabərdir 3,3-də 1. 2 üstəgəl 5-də 3 bərabərdir 2,5-də 3. 4 üstəgəl 10-da 9 bərabərdir 4,9. 3 üstəgəl 9-da 6 bərabərdir 3,9-da 6. 12-də 7 üstəgəl 6 bərabərdir 6,12-də 7. 4. Cədvəlin uyğun xanalarına qarışıq ədəd onun tam və kəsr hissələrini yaz. Qarışıq ədəd 2,5-də 3, tam hissə 2, kəsr hissə 5-də 3. Qarışıq ədəd 3-də 3,5-də 2, tam 3-də 3, tam 3, kəsr 5-də 2. Qarışıq 4,3-də 1, tam 4, kəsir 3-də 1. Qarışıq 5,9-da 4, tam hissə 5, kəsir 9-da 4. Qarışıq ədəd 6,10-da 7, tam hissə 6, kəsir hissə 10-da 7. Qarışıq ədəd 9,12-də 5, tam hissə 9, kəsir hissə 12-də 5. B. Müqayisə 5. Müqayisə et. 2,3-də 2 böyükdür 1,5-də 3-dən. 1,7-də 3 kiçikdir 1,7-də 5-dən. 3,6-da 1 böyükdür 2,6-da 1-dən. 2 kiçikdir 2,9-da 2-dən. 3,3-də 2 bərabərdir 3,3-də 2-yə. 2,4-də 1 kiçikdir 2,8-də 3-dən. 6. Müqayisənin doğru olması üçün boş xanalara hər hansı bir qarışıq ədəd yaz. 2,5-də 2 böyükdür 1,7-də 2-dən. Sonra 4,4-də 2 kiçikdir 6,7-də 2-dən. 2,5-də 4 kiçikdir 3,6-da 1-dən. 1,5-də 1 kiçikdir 2-dən. 3,4-də 3 böyükdür 2,5-də 2-dən. 2,7-də 6 kiçikdir 3,8-də 3-dən. 1,3-də 2 kiçikdir 4-dən. 2,5-də 5'də 2 böyükdür. 1,15'də 9'dan. 4,8'də 3 böyükdür. 3,5'də 4'dən. 3,4'də 1 kiçikdir 5'dən 3'də 1'dən. Keçək səhifə 13-ə. 7. Kəsirləri sırala. A. Artan sırayla 1,8'də 1, 1,8'də 3, 4,6'da 2, 4,6'da 5, 5,2'də 1. Azalan sırayla 5,3'də 2, 4,6'da 1, 4, 3,5'də 4, 3,5'də 2. 8. Şərti uyğun ədədləri seç. Onları artan sıra ilə düz və uyğun hərflərlə əvəz etməklə alınan sözü yaz. A. 3,8'də 5'dən kiçik ədədlər. Burada olan ədədlər, yəni 5,8'də 5'də kiçiklər, 2,5'də 3, 2,5'də 4, 3, 3,8'də 1, 3,8'də 3 və arta sıra ilə düzəndə çevrə sözü əmələ gəlir. Alttaki hərflərə baxaraq da.
B. 2 tam 7'də 3'dən böyük ədədlər. 2 tam 7'də 4, 2 tam 7'də 6, 3 tam 7'də 1, 4 tam 6'da 1, 4 tam 6'da 5, 5. Məchul. 9. Samir Yelnəvi məktəbdən 2 tam 9, 4'də 1 kilometr, Səminə Yelnəvi 2 tam 4'də 3 kilometr, Gelxan Yelnəvi isə 4 tam 4'də 3 kilometr məsafədə yerləşir. Kim məktəbə ən yaxında, kim isə ən uzaqda yaşayır. 1 tam 4'də 3 kiçikdir 2 tam 4'də 1'dən. O da kiçikdir 2 tam 4'də 3'dən. Həllinə belə yazırsınız. Ən yaxında Elxan, ən uzaqda Səbiqə. 10. Qablardakı mayələr arta sıra ilə düzülsə, birinci yerdə duru yağ, ikinci yerdə alma şirəsi, üçüncü yerdə isə su olar. Hansı qabda hansı maye suyun olduğunu altında yaz. Hər mayədən neçə litr olduğunu qarşısında qarışıq kəsrlər ədədlərlə yaz. Deməli, birinci şəkil sudur, ikinci yağdır, üçüncü alma şirəsidir. Duru yağ 2 tam 5'də 1, alma şirəsi 2 tam 5'də 2, su 2 tam 5'də 3'dür. Belə dostlar, bugün də sizə tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.